Balkanların gözü olan Serbiyadan hal-hazırda başqa bir ölkəyə gedirik. Elə bir ölkədir ki, şərq və qərbin qovuşduğu bir məkandır. Biletimizi almışıq və gedirik. Orada görəcəksiniz ki, hansı şəhərə, hansı ölkəyə gedirəm. Maraqlı bir məqam var, çünki o ölkədə Birinci Dünya müharibəsinin başlamasına səbəb olan insanlar oldu. Avstriya Macaristan vəliəhdi Franz Ferdinand həmin ölkədə və orada bir körpü var, Latın körpüsü orada öldürülüb və bundan sonra da Avstriya Macaristan bu sui-qəsdə görə, çünki sui-qəsdə eləyən Serbi idi, milliyyətçi idi və bu sui-qəsdə görə də onlara müharibə elan ediblər. Müttəfiqlik sazişinə görə Fransa, Almanya, Rusiya və Böyük Britaniya bu müharibəyə qoşulur və beləliklə Birinci Dünya müharibəsi rəsmən başlayır. Nəticədə Avstriya, Macaristan, Rusiya, Almanya və Osmanlı kimi böyük bir imperiyalar süquta uğrayır. Dirək, əgər mümkün olsa həm oraya gedəcəm, həm də şəhəri ayağının altına sürə biləcək bir qala var orada, ora çıxacam. Bunu hamısı göstərəcəm sizə.